Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Hamınızı xoş gördük. Necəsiniz, mənim dəyərlilərim? Əgər zəhmət olmasa, haqqımı halal edirəm sizə. Siz də zəhmətinizi halal eləyin, göz haqqınızı ki, sizə baxırsınız, bəyənirsiniz. Əgər orada plus işarəsi görürsünüzsə, o plusu zəhmət olmasa basın və səhifəmə abunə olun. Artıq sizdən bəyənib, təqib edib və paylaşmağınızı istəyirəm. Həm Instagramda İlham Mirzəyev Official, həm də TikTokda İlham Mirzəyev Official. Ona görə də xahiş edirəm hamınız bəyənin, təqib edin, altından da illərinizi yazın. Çünki balıqları deyirəm, müjdlərlə əlvida. Ondan sonra keçirəm illərə. İllər haqqında geniş məlumat verəcəm, amma balıqlardan sonra əkizlərə elə müjdəli bir xəbərim var ki, əkizlər onu tarixən eşitməyiblər. Əkizlər, izləyin məni. Çünki niyə görə ki, indi balıqlardan sonra əkizlərin ayı gəlir. Ona görə də əkizlər üçün ümumi öz aylarında nələr gözləyir, onları deyəcəm. İndi isə mənim əzizlərim, mənim dəyərlilərim, çox qiymət verdiyim bürclərdən biri Balıqlar bürcü 6-da doğulanlar. Balıqlar bürcü hardasınız? Biraz yaxın oturun, yaxın. Balıqlar çox gözəl insanlardır. Balıq bürcü altında doğulan insanlar əli açıq, səxavətli, mərfətli, qonaqpərvər və çox insaflı insanlardır. Amma neynəsinlər ki, balıqlar bürcü altında doğulan insanların bu əllərinin duzu yoxdur. Kimə yaxşılıq eləyirlər, yamanlıq görürlər. Kimə nəsə əl tuturlar, o həmən adamlar onların ayaqlarının altını qazır. Balıqlar bürcü altında doğulan xanımlar çox cazibədar xanımlar olur. Balıqlar bürcü altında doğulan xanımlar gözəl xasiyyətə malik olur, amma dəyişkən xarakterlidirlər. Çünki onlar səliqəni, səhmanı çox sevəndilər. Hətta balıq bürcü altında doğulan kasıb bir xanım olsun, heç nəyə də gücü çatmasa, mütləq evində televizoru xaladeniki yerinə qoyacaq, xaladeniki divanın yerinə qoyacaq, divanı kreslonun yerinə qoyacaq. Evində də mühiti dəyişir. Həyatında da mühiti dəyişir. Ancaq gözəlliklər istəyir. Ancaq yaraşıqlı istəyir hər şey olsun. İş görürlərsə əllərindən gözəl işlər gəlməlidir. Balıqlar bürcü altında doğulan xanımların bəzilərinin bəxti taleyi gətirməsə də, sevgidən yarımasa da, ümumiyyətlə qədirləri bilinməsə də onlar öz yaxşılıqlarından qalmırlar. Çünki balıqlar bürcü altında doğulan xanımlar əsl xanımdırlar. Onlar xoşlayırlar geyinəndə də, keçinəndə də. Paltar nə rəngdirsə, çanta da o rəng olsun, ayaqqabı da o rəng olsun. Nə bilim, çox